ChatGPT tibbi məsləhətlərdə səhvlər eləyir. ChatGPT-nin tibbi məsləhətlər verərkən səhvlər etdiyini göstərən faktlar müzakirə olunub. iMerit şirkətinin səhiyyə sahəsində süni intellekt üzrə rəhbəri və cərrah doktor Sinabari bəzi hallarda ChatGPT-nin pasiyentlərə yanlış tibbi tövsiyələr verdiyini bildirib. Onun sözlərinə görə pasiyentlərdən biri həkim qəbuluna ChatGPT ilə aparılmış dialoqda təyin olunan dərmanın ağciyər arteriyasının tromboemboliyası riskini 45% artdığı iddia olunub. Aparılan araşdırma isə göstərib ki, bu göstəricilər konkret pasiyentə deyil, vərəm xəstəsi olan kiçik bir qrup üzrə aparılmış tədqiqata aid olub. Bununla yanaşı Dr. Barry ChatGPT Health adlı yeni tibbi chatbotun istifadəyə verilməsini müsbət qiymətləndirib. Bu xidmət məxfi mühitdə çalışır və istifadəçi məlumatlarını modelin təlimi üçün istifadə etmir. Platforma Apple Health və MyFitnessPal ilə sinxronizasiya imkanı yaradır, fərdiləşdirilmiş tövsiyələr təqdim edir və ənənəvi tibbi müayinələrə əlavə vasitə kimi nəzərdə tutur.